Salam, hər vaxtınız xeyirli olsun əziz abituriyentlər və dəyərli müəllimlər. Maraqlı bir məsələ nümunəsi ilə tanış olaq. Məsələ impuls, enerji, impulsun saxlanma qanunu mövzusunu əhatə eləyir. Məsələnin şərti ilə tanış olaq. 2 kiloqram kütləli cismin sükunətdəki 3 kiloqram kütləli cisimlə mütləq qeyri-elastiki toqquşmasında, bu hissəyə diqqət yetirməliyik qeyri-elastiki toqquşma sözünə, itirilən kinetik enerjinin, tam enerjinin hansı hissəsi olduğunu hesablayın. Bunun üçün biz ilk öncə nə etməliyik? Bilməliyik ki, cisimlərdən biri sükunətdədir, digəri isə hərəkətdədir. Bu cisimlər mütləq qeyri-elastiki toqquşandan sonra bunların əldə elədiyi sürət bu düsturla hesablanır. M1 V1 bölünsün M1 üzərinə gəlinsin M2. Və buradan M1-in yerinə 2 qoyuruq, V1-in də yerinə V qoysaq, M1 üzərinə gəlinsin M2, 2 üzərinə gəlinsin 3. 5-də 2, yəni 0,4 V. Bu cisimlər birləşib bir cisim kimi 0,4 V sürəti ilə hərəkət edirlər. Bu cisimlər toqquşmadan öncə bunların biz tam enerjisinə baxmalıyıq. Toqquşmadan öncə. Tam enerjisi bərabərdir. Üfüqi səthi bunların hər birinin kinetik enerjisi var. Potensialdan danışa bilmərik. Lakin sükunətdəki 3 kiloqram kütləli cisimdən söhbət gedir. 2 kiloqram kütləli cismin sükunətdəki 3 kiloqram kütləli cisimdən. Yəni ikinci cisim sükunətdədir. Ona görə biz deyəcəyik ki, bunun kinetik enerjisi yoxdur. Çünki sürəti sıfıra bərabərdir. Tam enerji ilə birincinin kinetik enerjisinə bərabərdir. Bunun da yerinə M1 V1 kvadratı bölünsün 2 yaza bilərik. M1-imiz 2-dir. V1-in də yerinə V kvadratı bölünsün 2 bərabərdir V kvadratı. Deməli, bu cisimlərin əvvəlki tam enerjisi V kvadratıdır. Daha sonra bu cisimlər toqquşur. Toqquşmadan sonraki biz enerjini təyin eləməliyik. Y toqquşmadan sonra bərabərdir. Cisimlər birləşib bir cisim kimi hərəkət elədiyindən mütləq şəkildə bunların kütlələri cəmlənməlidir. Çünki qeyri-elastiki toqquşmada qayda budur ki, cisimlər birləşib bir cisim kimi hərəkət eləyirlər. Sürətin yerinə isə toqquşmadan sonra əldə olunan sürət nə qədərdir? 0,4 V-dir. 0,4 V-nin kvadratı 0,16 V kvadrat bölünsün 2. M1-imiz bizim 2-dir, M2-miz isə 3-dür. Cəmi bizə verəcək 5. 5-i 0,16-ya vuranda verəcək 0,8 V kvadratı bölünsün 2. Cavabımız olacaq burada 0,4 V kvadratı. Deməli, cisimlər toqquşmadan sonra 0,4 V kvadratı ilə hərəkət edirlər. Bizdən soruşulan isə itirilən kinetik enerjidir. Görək bu cisim nə qədər itirib enerji. Əvvəl tam enerji V kvadratı idi. Toqquşmadan sonra isə oldu 0,4 V kvadratı. Deməli, biz itirilən enerjini yazmaq üçün əvvəlki tam enerjidən toqquşmadan sonraki enerjini çıxsaq, nə qədər itirdiyini təyin eləyə bilərik. Yəni, tam enerji V kvadratıdır, toqquşmadan sonraki enerji isə 0,4 V kvadratıdır. Deməli, bu cisim 0,6 V kvadrat qədər enerji itirib. Və itirilən enerji tamın hansı hissəsi olduğundan itirilən enerjinin qiymətini tam enerjiyə bölə bilərik. İtirilən 0,6 V kvadrat, tam enerji isə burada təyin eləmişik V kvadrat. V kvadratlar gedir, cavab qalır 0,6, yəni 3 bölünsün 5 nisbətində. Cavabımız olur 3 bölünsün 5.